Əli Ağayev təqdim edir. Dostlar salam, sabahınız xeyir olsun. Gözəl yaz səhərində hər birinizi salamlayırıq. Səhər saat 5-dir və biz Yoldasan komandası Dongfeng Azərbaycanın qarşısındayıq. Əgər Yoldasan komandası yığışıbsa, deməli yenə də gözəl bir səfərimiz gözləyir. Bugün maraqlı məlumatlar, maraqlı səfərlər və Azərbaycanın çox gözəl bir güşəsinə səfərimiz gözlənilir. Odur ki, istəyirəm qısa bir giriş edim, Yoldasan komandasının üzvləri ilə sizi tanış edim və artıq yolumuza davam edək. Dostlar, siz Yoldasan komandasının üzvlərini çoxdandır tanıyırsınız. Bugün bizim üzvümüz əlavə olaraq Rasim bəydir. Rasim bəyi zaten Carhouse verilişindən də tanıyırsınız. Dəfələrlə mənim verilişimin qonağı olub. Biz Dongfeng avtomobilləri barədə danışmışıq. Nəinki Dongfeng avtomobilləri, Çin hissəsi olan avtomobilləri müzakirə eləmişik və bugünkü səfərimizdə də Rasim bəy bizə yol yoldaşımızdır. Rasim bəy, sabahınız xeyir olsun. Sabahınız xeyir. Hamınıza uğurlar. Yolumuz açıq olsun. Və inşallah bugünkü yürüyüşümüzdə maraqlı kadrlar olacaq və Dongfeng Qarabağda olacaq. Çox gözəl. Əlavə olaraq bugün bizim komandamıza Elçin Məmiyev də qoşulub. Elçin bəy də zaten hər kəs tanıyır. Bizim bugünkü səfərimizdə Elçin bəyi götürməyimizin başqa bir tərəfləri də var. Onu çəkiliş vaxtı mən hər birinizə o haqda məlumat verəcəm. Və çəkiliş demişkən bizim bugünkü səfərimiz Cəbrayıl şəhərindədir. Xudafərin körpüsünə gedirik. Oradan maraqlı məlumatlarımız, kadrlarımız olacaq. Odur ki, yolumuz uzaqdır. Çox yubanmaq istəmirik. Yolçu yolda gərək Xudafərində görüşənədək. Dostlar, artıq yolumuza davam edirik. Hal-hazırda Qaradağdayıq. Təbii ki, Rasim bəy sükan arxasında və onun yanında. Arxada bizim videografımız Ramim və bizim SMM məcrimiz Əliyar Quluzadədir və istəyirəm xırda bir səfərimiz haqqında məlumat verim. Hal-hazırda biz Biləsuvar rayonuna gedirik. Biləsuvardan Füzuliyə, oradan da Cəbrayıla keçəcəyik inşallah. Və səfərimizin əsas məqsədi çoxdandır həsrətində olduğumuz və görmək istədiyimiz Xudafərin körpüsüdür. Dongfeng komandası ilə bir yerdə bu səfəri planladıq. Sağ olsunlar bizə tam olaraq dəstək göstərdilər və Dongfeng komandası ilə bir yerdə biz Xudafərin körpüsünə çəkilişə gedirik. Başda maraqlı söhbətlərimiz, məlumatlarımız olacaq, amma istəyirəm hal-hazırda getdiyimiz model haqqında qısa bir məlumat verim. Biz Mage modelində əyləşmişik. Mage modelində olan yeniliklər və texniki göstəricilər barədə bizə Rasim bəy məlumat verəcək. Rasim bəy, istəyirəm biraz avtomobil haqqında məlumat verəsiniz. Bu modelin düzdür, təqdimatında olmuşuq, amma uzaq səfərə birinci dəfədə çıxırıq. Mage modeli Dongfeng'in ən son texnoloji baxımından inkişaf etmiş modellərdən biridir. Belə deyək də, bu üstündə Dongfeng markası illər boyu Honda və Nissan markası ilə birlikdə işləmələri var və hal-hazırda burada yerləşən mühərrik Honda mühərrikidir. Sadəcə fərq nədədir o biri modellərdə? Burada daha belə deyək, innovativ texnologiyalar istifadə edilir və bunlar onu 4 pillə adlandırırlar. Yəni, eyni zamanda güclü, qənaətli, ekolojik təmiz və sürətli də belə deyək. 1.5 turbo motordur, mühərrikdir, 293 at gücüdür. Xüsusi vurğulayım, 92 benzinlə rahat işləyir. Yəni, sızıntısı yoxdur. Çox qənaətlidir. Yanacaq sərfiyyatı 5.8 litrdir şəhər daxili. Şəhər daxili 5.8-dir. Onda biz hal-hazırda trasla hərəkət ediriksə, təxmini ortalama yəqin ki 5-5 yarım ətrafında olacaq. Sadəcə hibrid mühərrikli avtomobillərin
əsas özlərinin üstünlüyü şəhər daxili olur. Yanacaq sərfiyyatı aşağı sürətlərdə olur. Çünki daha çox elektrik mühərrikdən istifadə edilir o hallarda. Amma tras rejimində, məsəl üçün sürət takı 90-dan yuxarı olduğu halda istərsiniz benzin mühərrik daha çox aktiv işləyir. Çünki bataryanın həcmi ona imkan verir ki, daha qədər avtomobil istifadə edilsin. Başa düşdüm. Belə. Bir də bir şey vurğulamışsam, bizim qarşıdakı avtomobilimiz 3 modeldir, o da 92 hektarlı benzin. Bəli, eyni. Zaten biz çəkiliş haqqında bu arada məlumat vermişdik. 100 modeli biraz fərqlidir. Orada bu ilk Dongfeng'in Aeolus seriyasında olan modellərdən biridir. Orada 245 at gücüdür. O da SUV kuzadır, komfortludur. Sadəcə biraz istiqamət olaraq belə deyək, bu daha müasir, dinamik üslubdadır. O daha klasik. Zaten 100 modelini idarə edəndə o haqda ətraflı məlumat verəcək. Bu bizim ilkin girişimiz idi, ilkin bloqumuz idi. Amma qarşıda hərəkətdə olarkən daha ətraflı məlumatları sizə verəcək. Çünki çox maraqlı informasiyalarımız var avtomobillər haqqında. Dostlar, mən artıq digər avtomobildəyəm, 100 modelində və bu model haqqında sizə ətraflı məlumat vermişdik əvvəllər. Xatırlayırsınızsa, bizim 60 bin kilometrdən sonra 100 modelinin vəziyyəti haqqında incələmimiz olmuşdu. Bizim bu yoldasan komandası hər biri Tacəddin Usta, Teymur Usta və Elçin Usta avtomobil haqqında ilkin fikirlərini bildirmişlər və avtomobilin texniki vəziyyəti haqqında geniş məlumat vermişlər. Amma indi bir qədər fərqlidir. Çünki biz yola çıxmışıq və bu avtomobil şəxsi avtomobilidir. Amma hal-hazırdakı avtomobil tez yürüyüş avtomobili olduğundan bu avtomobilin daha yaxın şəkildə izah edə bilirik və avtomobilin texniki vəziyyəti haqqında istəyirəm bizim mütəxəssislərdən bir məlumat alım. Tacəddin Usta, avtomobil özünü necə aparır yolda? Salam aleyküm, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz, dinləyicilərimiz. Avtomobil özünü çox gözəl aparır. Deməli, hal-hazırda icra etdiyimiz avtomobil Dongfeng 3 modelidir. 1.5 turbo ilə yüksək itiləyicilərlə təchiz olunmuş mühərrik üstündə. Yürüyüşü çox gözəldir, sürüşü çox gözəldir. Yəni, sürücü olaraq məndə heç bir narahatçılığı yoxdur, hər şey çox gözəldir. İndi həmkarlarımız dediyiniz kimi sərnişin qismində otururlar hələ ki, indi bəzən onlar da avtomobillə edəcəklər. Təbii. İndi onlar da öz fikirləri desinlər ki, sürücü olaraq mənim üçün çox rahatdır. Çox rahatdır mənim üçün. Yəni, belə Şuşa gedib, dağa qayıdıb bir də gedə bilərəm. Hətta? Hətta, yəni bu avtomobillə. Sərnişinlərimiz bilmirlər necədir, rahat onların yeri yoxdur, indi onlar özləri daha desələr ki, daha desələr Hörmətli həmkarlar, Elçin bəy və Teymur bəy, avtomobildə özünüzü necə hiss edirsiniz? Avtomobil əslində salon olaraq çox geniş, rahatdır. Özüm hündür boylu insan olduğum üçün diz məsafəsi hətta yəni 5 barmaqdan artıqdır, çox genişdir, rahatdır. İncələməsini zaten biz bu maşını aparmışıq, ətraflı haqqında məlumat vermişik. İlk dəfə bununla yol yoldaşı oluruq bu avtomobillə. Uzaq yola gedirik. Yəni ilkin təəssüratlar olaraq maşının genişliyi çox rahatdır, çox yaxşıdır. Yəni yol tutumu da sürücü daha yaxşı məlumat verər ki, bayaqlar elə qeyd etdi ki, yəni maşında yol yorğunçuluğu vermir, rahatdır. Əla, amma sərnişin kimi özünüzü daha rahat hiss edirsiniz. Sərnişin kimi də çox, istər baş məsafəsi olaraq, istər diz məsafəsi olaraq çox rahat, geniş bir avtomobildir. Baxmayaraq çöl qismindən baxanda avtomobil xırda avtomobil kimi gözüksə də içərisi çox genişdir. Teymur bəy, sən necə hiss edirsən özünü? Mən arxada çox rahatam əslində, çünki biz elə salondan çıxandan bəri deməli ki, arxada oturmuşam. Fikirləşmişik ki, və hətta biraz kreslonu arxaya çəkdik ki, qabaq sərnişin rahat oturmağına görə nə qədər rahat olacaq. Qabaq sərnişin çox rahat oturduğuna baxmayaraq, mənim arxada hələ ayaq məsafəm hələ xeyli qalmışdı, yəni oturacaqdan xeyli ayaq məsafəsi qalmışdı. Və belə bir şey deyim ki, avtomobil mənə yolda gedərkən bir diskomfort vermir. Hələ ki, mən bir diskomfort hiss eləməmişəm. Hətta avtomobilin akustika sistemini də yoxladıq, biraz mahnıları dinlədik.
Yəni rahatdır, çox qəşəngdir. Akustika sistemi yormur adamı. Yəni Təbii ki, qulaqlar- Jamo sistemidir və Jamo sistemi zaten avtomobil sektorunda öz sözünü demiş audio sistemdir. 3 və Mage modellərində Jamo sistemi quraşdırılıb. Amma bir nüansı da bildirmək istəyirəm, hörmətli izləyicilər. Bugün bir qədər də fərqli gündür. Nəyə görə? Bizim yürüşümüz, bizim həmkarımız Teymur bəyin ad gününə təsadüf edib. Komanda yoldaşı olaraq Teymuru təbrik edirik. Möhkəm can sağlığı, uğurlar, bol müvəffəqiyyətlər və daha çox bir yerdən səfərlər arzulayıram. Və məxsusi olaraq bu günə özəl Teymur bəylə mərcə girməyəcəm. Amma Elçinlə mərcə girəcəm. Ancaq hansı mərcə girəcəm bunu birazdan özünüz də şahidi olacaqsınız. Hələ ki yolumuza davam edirik. Hal-hazırda sükan arxasında Elçin bəydir. Elçin bəy, öz fikirlərinizi zəhmət olmasa bölüşün. Yəni avtomobil idarə edəsi necədir? Avtomobilin özünün yol tutumu əslində gözlədiyimdən də daha artırdı. Gözləntilərimi daha da üstündə bir performans göstərir. Sürüşdən bir növ, yəni hündürlük məsafəsi olaraq maşın biraz crossover stilində olduğu üçün, yəni yolda yormur insanı. Rahat sürüş verir. Sürüşdən tam olaraq ləzzət almaq olur, sürüş performansını almaq olur. Əslində yaxşıdır. Sürücü konsolosluğu özü belə çox qəşəngdir. Hər şey sensorla, monitorlarla idarə olunur. Dəqiq 360 kamera sistemi çox xoşuma gəldi. Ümumiyyətlə dönüşlərdə, bucaqlarda kameraların tez-tez dəyişməyi, yəni ən çox xoşladığım nüanslardan biri sayılır. Amma bir şey də vurğulayaq. Deməli, biz avtomobili bayaqdan idarə edərkən görürsünüz orada 705 kilometr dəyişmir. Mən bayaqdan ona fikir verirəm deməli, ki, orada görsün qeyd olundu ki, piyada keçidi var, zolaq. Zolaq tanınması var və piyada keçidin göstərilməsi göstərir, sürətlərin aşmaması, yəni onları da göstərir. Tacı usta, Bəli. sizin fikriniz necədir? Sərnişin qismində fikriniz necədir? Elə oturmağından bəlli olur da. Hər şey yaxşıdır. Çox gözəldir. Sürmək daha zövq verir adama. Yəni şəxsən mənə o zövqü hər maşından ala bilmirəm mən. Amma bu avtomobildən o zövqü aldım mən həqiqətən. Amma oturmaq da ki, çox rahatdır. Salon geniş olanda ümumiyyətlə rahat olur da. Yəni rahat otursan çox gözəldir. Xoşum gəlir. Hacəddin usta, bəs panoraması necə sizin üçün? Rahatdırmı? Allah, elə burada oturanda çox gözəl olur. Səmaya baxırsan, hər şey elə bil ki, akvariumda oturmuşsan da bir söz. Hər yer rahat görmək olur. Rahat Əslində mən də orada oturanda, yəni arxada oturarkən ən çox elə xoşuma gələn panorama idi. Ümumiyyətlə mən avtomobillərdə panoramanı çox sevirəm. Çox xoşuma gələn bir şeydir. Yəni rahatdır, elə bir ki, gün işığı gəlir içəri deyə, salona gəlir deyə daxil olur və nəsə belə işıqlı olur da, mən xoşuma gəlir. Avtomobili indi hələ ki Elçin bəy sürür. Gördüyünüz kimi maraqlı funksiyalar var. Biraz burada əl gəzdirdi, baxaq görünədir. Akustikaya dinlədik. Akustikanı çox bəyəndi əslində. Bir daha da onu vurğulayaq. Düzdür, Bəğlaməli bəylə bunu vurğuladı. Amma yenidən vurğulayaq ki, akustikası çox xoşumuza gəldi. Mərcə girdim. Mən də istəyirəm bu səfər də bir mərcə girim. Amma bayaq da bildirdim. Bugün Teymurun ad günüdür. Teymuru çox xərcə salmaq istəmirəm. Amma Elçinlə istəyirəm mərcə girim. Bayaq Rasimlə danışanda avtomobil haqqında, daha doğrusu avtomobil
modelinin sərfiyyatı haqqında biz kiçik bir danışığımız oldu. Belə bir ideyalıma gəldi ki, iki modeldir, Huge və Mage modelləri. Bu modellərdən hansı daha az yanacaq yandıracaq, belə deyim, daha dolu çənlə bizə lazım olan A nöqtəsindən B nöqtəsinə çatdıracaq. Ona görə istəyirəm Elçinlə bir mərcə girim bu barədə. Yəqin ki, qazansam sürətlər qutusunun yağını dəyişərəm. Keçən səfər Teymura mühərrikin yağını dəyişdirdi. Bu səfər də Elçindən sürətlər qutusunun yağını dəyişərəm. Məncə maraqlı bir mərc olar. Xəbəri yoxdur hələ ki. Rasim, nə deyirsən? Belə bir mərcə girmək olar. Və sənin fikrincə hansı daha çox yanacaq qənaət edəcək modellərdən? Model olaraq əslində Mage daha qənaətlidir. İki göstəricisi də onu deyir. Burada məncə rol oynayacaq aerodinamika, çünki bunun aerodinamikliyi gücə nisbətən daha itidir. Nəticə göstərəcək də inşallah. Mən aerodinamikanı bayaq fikir verdim. Mage-in aerodinamikası küləyi daha yaxşı kəsir. Təbii, Huge-un da aerodinamikası öz sözünü deyir. Sadəcə olaraq Mage modelində iti nöqtələr ki var, küçlüklər var. Onlar küləyi daha yaxşı yardığı üçün təbii ki, burada yanacağın qənaət edilməsində bir rol oynayır. Və bildiyim qədərdə bayaq da sən dedin ki, burada daha ağıllı sistemdir. Burada innovativ sistemdir. Yanacaq sərfiyyəti ilə bağlı Donfeng bunu vurgulayır ki, bu sistem o 4 pillə sistemində yanacaq sərfiyyəti minimuma endirilməsində burada aktualdır. Nəticə etibarilə inşallah məkanımıza çataq. Orada bəlli olacaq. Artıq Cəbrayılda qərar verəcək ki, Elçin mənim avtomobilimin sürətlər qutusunun yağını dəyişir ya yox. Və bayaq bir nüans da var. Artıq çəkiliş vaxtı onu görəcəyik. Hal-hazırdakı yolda biraz narahatçılıq var. Həmən funksiyanı işə sala bilmirik. Bayaq biz yolda gələrkən Rasim çox maraqlı bir funksiya işə saldı. Biz qarşıdakı Huge modelini izləyirdik və onun sürətini tənzimləyirdi, öz sürətini. Çox maraqlı funksiyadır. Belə deyim, uzaq məsafəyə çıxarkən və paralel olaraq hərəkətli olarkən öz sürətini qarşıdakı avtomobilin sürətinə uyğun həm təmizləyirsən, yəni o sürətini azaltdığı anda Mage modeldə öz sürətini azaldır. Və yaxud əksinə, sürətini artırırsa maksimum hətta qaldırmır bizim ona verdiyimiz proqram çərçivəsində. Yəni öncədən adaptiv cruise kontrolda hansı sürəti vermişiksə, yəni yol həddi məsələn 90-ı göstərirsə və biz də maksimum olaraq 90 olaraq qeyd etmişiksə, bizim avtomobilimiz qarşıdakı avtomobili həm izləyir, həm də maksimum sürəti 90 olaraq nəzarətdə saxlayır. İndi bir qədər sonra biz Salyana çatacağıq. İstəyirik orada bir səhər yeməyi edək və yoldakı bizi gözləyəcək problemləri və qarşımıza qoyduğu məqsədləri bir qədər araşdıraq, həm də yüngülvari Teymurun ad gününü qeyd edək.
Dostlar, gəlmişik Salyana. Səhər saat 6-dır. İstəyirik Yoldasan komandası ilə bir balaca səhər yeməyi yeyək. Eyni zamanda bizi yolda gözləyəcək problemləri, məsələləri müzakirə edək və bilirsiniz ki, komandamızın bir hissəsi Mage, digəri Hüc modelini sürmüşdü. Hər iki modeli müzakirə edək, bir-birindən üstün olan funksiyalarını diskussiya edək və digər bizi hansı məsafələri və hansı yollara gedəcəyik, hansı məkanlarda olacağıq, yoldaşlarla onları bir balaca müzakirə edək, onlar da öz fikirlərini bildirsinlər. Həm modellər haqqında, həm gedəcəyi məkan haqqında və Teymurun da bugün ad günüdür. İstəyirəm onu da bir balaca uşaqlarla qeyd edim. Odur ki, qarşıda bizi maraqlı kadrlar gözləyir və istəyirəm Teymura bir balaca hədiyyəmiz var. İstəyirəm o hədiyyəni də Teymurla bölüşək. Hədiyyəmiz nə olacaq, onu birazdan biləcəksiniz. Dostlar, yol yoldaşı komandası ilə bir yerdə əyləşmişik, ecazkar bir məkanda, Hacıoğlu'dayıq və kiçik bir səhər yeməyi istəyirik yeyək, həm yolumuzu müzakirə edək, həm də bayaq da vurğuladığım kimi bu günləri bizim komandamızın üzvü Teymur İsrafilovun ad günüdür. Teymur, səni təbrik edirik. Sənə işlərində müvəffəqiyyətlər və uğurlar arzulayıram. Neçə belə çəkilişlərə bir yerdə gedək. Sən normalda belə sakit adam deyildin. Yəqin ki, acdı deyə belə səsi çıxmır. Birazdan yeyəndən sonra səsi çıxacaq. Və Teymura bizim hədiyyəmiz olacaq. Hədiyyə nədir? Teymura 100 manatlıq biz yanacaq doldurma məntəqəsindən kart verəcək ki, avtomobilinə 100 manatlıq yanacaq oradan ala bilsin. Teymur, can sağlığı ilə istifadə elə. Və o ki, qaldı bizim digər məsələmizə. Biz avtomobildə bu haqda danışmışdıq. İstədim elə mərcimizi burada işıqlandırım. Keçən səfər Teymur mərcə girdi, məndən uduzdu. İstəyirəm bu səfər həmkarı Elçinlə mərcə girim. Mərcimiz də nədir? İki avtomobilimiz var, Hüc və Mage. Uzaq bir məsafəyə gedirik Cəbrayıla. Oradan da sağlıq olsun Şuşaya gedəcəyik. Hər iki avtomobil dolu çənlə, yanacaqla doldurulub. İndi əsas mərcimizin məqsədi nədir? Mən deyirəm ki, tam yanacaq dolu çən, ən az yanacaq işlədən avtomobil hansı olacaqsa, o da mərci udur. Mən Mage modelini demişəm. Mage modeli ən az yanacaq işlədəcək. Əksinə, Elçin də bildirib ki, Hüc modeli ən az yanacaq işlədəcək. Mərcin səbəbi də bəllidir, amma uduzan neyniyir? Uduzan mən deyim də. Hə, Tacəddin Usta bayaqları bildirdi. Bu Elçin bəy ustadır da. Yəni yağ dəyişmə, digər əyləc mayasının dəyişilməsi. Keçən dəfə Teymur bəy su maşınında yağ dəyişsə eləməmsə. Bəli, mühərrik. Bu dəfə də əyləc mayasını dəyişsin bu, əgərsiz udsaz. Əyləc mayasını dəyişsin. Əyləc mayasını dəyişsin. Biraz ucuz oldu ya. Su maşını dəyişilməlidir o. Dəyişilməli idi. Demək lazımdır, hə. Hə, ona görə yavaş-yavaş yığırıq da maşını. Əsas. Onda növbəti səfərimizdə də sürətlər qutusunun yağını dəyişərik. Onda Tacəddinlə girəcəyik mərcə. Okey. Deməli, Cəbrayıla çatırıq. Ən az yanacağı hansı avtomobil işlədibsə, mərci də odur. Yekunda da mən də bir üstə çay qonaqlığı verirəm. Mən də udustam çay qonaqlığı verirəm. Mənim işim budur. Çayda mən iştirak edeyim də. Sən də mayasında istəmirəm iştirak eləmək. yox. Çayda sən iştirak. Hamı iştirak edəcək. Hamı iştirak edəcək. Hamıya nuş olsun. Çörəyimizi yeyək, müzakirəmizi aparaq, sonra yola düzələk. Davam edir yolumuz. İndi sükan arxasında Teymur bəydir. Teymur bəy öz fikirlərini bizimlə bölüşəcək. Deməli biz səhər-səhər yeməyimizi yedik. Rahat oturduq, çayımızı içdik. Hal-hazırda təzədən indi yola düşmüşük. Biləsuvar yoluna artıq daxil olmuşuq. Yolun bir qismini artıq keçmişik. Belə deyim də, ilk baxışdan yəni hələ ki mənim avtomobil çox komfortlu gəlir, rahat gəlir. Ən xoşuma gəldiyim
məqamlardan biri oldu. Adaptiv cruise control. Deməli, digər avtomobilin arxasına yaxınlaşarkən cruise kontrolunu idarə edirdim avtomobili və avtomobil özü sürətini aşağı saldı. Onun qabaqdan gedən avtomobilin sürətini uyğunlaşdırdı. Dönmə işığı yandırandan sonra avtomobil özü başladı sürəti qaldırmağa. Yəni manevraya hazır olmağı bildirir. Çox rahatdır. Yəni belə bir narahatsızlıq hiss eləmirəm açığını deyim. Oturacağı, getməyi belə mənim üçün rahat bir maşındır. İndi görək sürəyə gedək, Şuşaya qədər çataq, görək nə olacaq. Dostlar, istəyirəm biraz avtomobilin daxili interyeri barədə məlumat verim. Daha doğrusu Rasim məlumat verəcək. Rasim, avtomobilin daxili interyerində nələr var, hansı funksiyaları var? Bir qədər o haqda məlumat versən. Dongfeng Mage modeli hal-hazırda bizdə olan ən maksimal komplektasiyadır. Hibrid versiyasıdır. Ən zəngin komplektasiyadır. Deməli, burada assistentlərdən adaptiv cruise kontrol var. Qabaqda gedən maşına məsafəni seçməyə məqsəd köməkçisi ilə. Zolağa nəzarət, zolağa çıxmaq funksiyasıdır. Sonra güzgülərdə ölü zonalar, yəni sürücü sağda, solda güzgüdə maneəni görməklərdə sarı işıq yanır orada və xəbərdarlıq edir ki, yəni maneə var. Hətta o funksiyanın üstün cəhəti nədir? Məsəl üçün, dayanmışsa yolun qırağında, qapını açmaq istəyirsə və sağda yaxud da solda maneə varsa və siz qapı açan momenti orada həm səslə, həm də işıqla işarə edir ki, yəni maneə var. Böyük monitordur, belə görsür. Stenya qızdırıcı dönlərdə, sürücüdə həm də soyutma var. Deməli, arxamiz premium akustikasıdır. İndi hal-hazırda naviqasiyanı qoşmuşuq karbitlik sistemi ilə bütün telefon menüsünü Ön panelə çıxardım. Ön ekrana verir, bəli. Funksionalıq baxımdan tam bütün sürücüyə lazım olan komforta aid olan bütün funksiyalar var. Burada ana menüsündə hətta belə bir animasiyası da var. Maşın sürətdə bütün funksiyalar hansı ki mütəmadi istifadə edirsə, daxil 360 kameranın özüdür, aşağı sürətlərdə göstərir, yuxarılarda yox. Sonra avtohold funksiyası güzgülərin təmizləməsidir, bagajın qapısının açılması düymə ilə həm açılır, həm bağlanır. Eyni zamanda burada enerjinin bərpası, rekuperasiya prosesinin aktivliyin təmizləmələri olur. Sürət rejimlərin eko, məsəl üçün normal ya sport rejimdə təmizləmək olur. Ona uyğun olaraq da avtomatik həm idarə etmə, eyni zamanda da deməli rolun həssaslığı da dəyişir. İndi hal-hazırda öndəki gedən maşının sürəti aşağı olduğu üçün bizim maşında sürəti azaldır və tənzimləyir. Belə deyim, qarşıdakı avtomobilə daim nəzarətdə saxlayır. Öndə gedən avtomobil daim nəzarətdə. Bəs arxa radarları necə? Arxa paktroniklər mövcuddur. 360 deyərkən yox, 540 artıq dərəcəli kamerası var. Yəni siz bucaq dairəsində də məsələn maşını izləyə bilərsiniz, daxil parkovka zamanı, yaxud da idarə etmə zamanı. Asta sürətlərdə olur, yerdən tərpədəndə bayaqları biz park etmişdik avtomobili və yola düzələndə artıq yan istiqamətlərdə, yan şüşələrdən ön panelə görüntü vermişdi. Bəli, adətən təhlükəsizlik baxımından, yəni sırf maneçilik törətməsin deyə bu sistem belə işləyir, deyir ki, yəni sən aşağı sürətdə baxa bilərsən, amma yuxarı sürətdə təbii ki, kameranı söndürür. Və indi hal-hazırda məsələn biz görürük ki, öndə gedən maşın, bax, priborun orta hissəsində burada 3 maşın gedir qabağımızdan. Onun sürəti hal-hazırda 95 km-dir və bizim maşın hal-hazırda o sürəti tutub və ondan məsafəni saxlayaraq, təhlükəsizlik məsafəni saxlayaraq, eyni onun sürəti ilə. İndi biz hal-hazırda məsəl üçün pavorotniki yandırıb sürətlənsək və yəni bizim avtopilotla qoyduğumuz sürət 115 km/saatda avtomatik bizim onun arxasından çıxdığımız zaman görəcək ki, maşının sürəti artacaq. Stabil 115-i saxladı. 115-i saxladı. Ta qabaqda gedən maşın məsəl üçün pavorotniki yandırırıq. Zolağı dəyişirik, qaydırıq əvvəlki zolağa. O zolağı dəyişdirsə, bu öndə gedən bizim elə avtomobili həm görür, həm də onun sürətinə uyğun öz sürətimizi tənzimləyir. Həm də sürətini tənzimləyir. İndi mənə çox maraqlıdır. Biz Cəbrayıla çatanda bunun görək vaxtda
yanacaq sərfiyyat, yanacaq çənimizdə nə qədər yanacağımız qalacaq? Əslində biz indi sürdüyümüz sürət 115 km bir balaca normativdən artıqdır. Yəni hansı ki minimal yanacaq sərfiyyatı olan bir sürət var. 90-110 sürəti var. Yəni o sürətdə bütün avtomobillərdə tam qənaətli olduğunu müayinə olunur. Yəni o sürətdə tənzimlənir. Yəni artıq 110-dan yuxarı sürülürsə, təbii ki, yanacaq sərfiyyatı normativdən biraz ola bilsin ki, Aşağı olacaq. Yuxarı olacaq. Yəni 90-110 sürəti bütün beynəlxalq konversiyalarda qəbul olunub ki, o sürətdə benzinin yanacaq sərfiyyatı minimal olmasını göstərir. Bir də bir söz soruşum. Bu avtomobillərdə ümumiyyətlə təhlükəsizlik necə tənzimlənir? Dongfeng markası bilirsiniz ki 73-cü ildən avtomobil istehsalı ilə məşğuldur və illər boyu da yəni avtomobil sektoru inkişaf elədikcə Dongfeng markası da böyük addımlarla bu inkişafı davam etdirir. Təhlükəsizlik baxımından müxtəlif cür təhlükəsizlik sistemləri var bu avtomobildə. Yəni ABS Plus sistemidir, EPS. Məsəl üçün sistem var ki, siz tutaq ki, tormuzu bastığınız halda belə deyək də, tam güclə yox, amma belə deyək, sürətlə bastığı zaman sistem ona başa düşür ki, siz dərhal dayanmaq istəyirsiniz və maksimal dərəcədə maşını dayandırır. Və məsəl üçün burada bir sistem var, ona belə deyək, front assist sistemidir. Öndə gedən maşın tutaq ki, sizin başınız qarışır telefona, yaxud da məsəl üçün fikriniz dağınıbsa, tutaq ki, diqqətsiz sürürsünüz, maşın görür ki, siz eyni sürətlə idarə edirsiniz və heç bir belə deyək, bir fəaliyyətiniz yoxdur. Yəni maneə qətlən yaxınlaşdığı halda maşın dayanır, yəni saxlayır. Bu təhlükəsizlik, yəni belə deyək, bu dəqiqə vacib olan bir sistemlərdən olur. Çünki indi müasir dövrdə bilirsiniz ki, hamı telefon istifadə edir. Təbii. Yəni belə deyək, əsas o şeylərin qarşısını alan bir sistemdir. Baş verən qəzaları qarşısını almaq, öncələməyi prioritet olaraq qarşısına qoyub Dongfeng şirkəti və öz modellərinin demək olar ki, istehsal elədiyi hər bir modeldə də bu funksiyaları işə salıb. Eyni zamanda da yenə də yola görürsünüz, bax, öndə gedən maşın qəflətən sürətini azaltdı və ona uyğun olaraq da bizim maşının sürəti azaldır və biz indi zolaqı dəyişdik. Zolaqda gedən maşının da sürət tənzimlənən ki, bunun da sürəti qalxacaq. Qarşıda da bizdə hüc modelidir. Bəli. Baxın, indi bizim indi hal-hazırda önümüzdə bir maneə olmadığı üçün bizim avtomobil sürətlənir və biz artıq təyin olunan sürətlə yollaşıq və gedir. Eyni zamanda da hüc modelində də həmçinin təhlükəsizlik baxımından çox yaxşıdır. Ümumiyyətlə, Dongfeng markasının biraz ilki məlumat verim. Dongfeng markası Çinin dövlətinin belə deyək, hərbi sənayesinə idxal edən bir şirkətdir, yəni texnikadır. Və Dongfeng markası dünya bazarında yük avtomobillərlə tanınır. Əsasən belə deyək, şərqdə Dongfeng'in bütün texnikası, istəyir yük avtomobili olsun, istəyir beton qarışdıran olsun, istəyir kranları olsun, çox yüksək belə deyək, sayda satılır və çox yüksək keyfiyyətli bir avtomobillər kimi, yəni dünya bazarında. Bir də Rasim, səhv eləmirəmsə, bu yaxınlarda Çinin Daxili İşlər Nazirliyi oranın yol polislərinin bütün avtomobillərini Dongfeng ilə təchiz etdi. Bəli, Dongfeng'in bilirsiniz, bir neçə istiqaməti var və EPI də həmçinin elə o istiqamətlərdən biridir və Dongfeng'ə məxsus olan bir markadır. Bəli, düzdürsünüz, elə hal-hazırda Çinin əksər belə deyək, daxili işlər sistemində olan sürücülərinə, işçilərinə də o Dongfeng'in modellər başlanır. Mənim həmkarım Əliyar diqqətlə avtomobilin funksiyalarını izləyir. Əliyar, ilkin olaraq nə bildirə bilərsən? Təbii ki, avtomobili sən də test edəcəksən. Sadəcə olaraq bir sərnişin kimi avtomobilin yol tutması və rahatçılığı barədə. Belə deyim, hal-hazırda mən səbirsizliklə o maşını sürməyi gözləyirəm inşallah. Onda tam təəssürat onda yaranacaq. Amma belə yəni sərnişin kimi də çox rahatdır burada. Yəni artıq bir
100 kilometrə yaxın yol var təxminən gəlirik. Yəni yorğunçuluğu yoxdur, rahatdır. Yəni başında sərnişin kimi tam sərbəst belə deyirlər. Uzun yollara çıxmaq olar. Avtomobilin dinamikası qane edirmi səni? Mənim üçün xoşuma gələn tam olaraq panoramik lükün görüntü verməyi və təbii indi hal-hazırda sürətimiz yüksəkdir deyə panoramik lükdən istifadə edə bilmirik, amma daha aşağı sürətli olan ərazilərdə panoramik lükü də açıb oradan olan görüntüləri də sizə təqdim edəcəyik. Tamam, bu bizim avtomobilin interyeri və funksiyaları barədə ilkin çəkilişimiz idi. Zaten qarşıda hərəkətli olarkən biz digər modellər haqqında da sizə ətraflı məlumat verəcəyik. Dostlar, biz artıq Füzuli şəhərindəyik. Biz Biləsuvardan gəldik Füzuliyə. Təbii ki, Beyləqan, İmişli, Xorad istiqamətlə hər birini keçdik, çatdıq Füzuliyə və artıq Füzulini də yavaş-yavaş keçib yol arı üzü Cəbrayıl şəhərinə. Təbii ki, yolumuzun əsas məqsədi də Cəbrayıl şəhərinə getmək, tarixi memarlıq abidələrini ziyarət etmək və həm avtomobillər haqqında, həm də tarixi memarlıq abidələri haqqında məlumat verməkdir. Hardasa təxmini 40 dəqiqə vaxtımız qalıb Füzulini keçib Cəbrayıl şəhərinə çatmağa. Təxmini neçə kilometrdir yar? 51 kilometrdən sonra ünvana çatırıq inşallah. 51 kilometrdən sonra sağlıq olsun Cəbrayıl şəhərinə çatırıq. Oradan da Allah qoysa yaxınlaşırıq Xudafərin körpüsünə və orada həm Azərbaycan tarixi memarlıq abidəsi haqqında ətraflı məlumat verəcəyik və həm də avtomobillərin həm texniki vəziyyəti haqqında, həm də avtomobillər haqqında qısa məlumatı Rasim bəy sizə bildirəcək. Dostlar, axır ki, gəldik, çıxdıq Cəbrayıl şəhərinə. Mən istəyirəm indi bir balaca Cəbrayıl şəhəri haqqında sizə bir məlumat verim. Sonra həmkarlarım, yol yoldaşlarım hər iki avtomobil haqqında sizə öz fikirlərini bölüşəcəklər. Avtomobilin texniki vəziyyəti və bura gəlib çıxana qədər avtomobil özlərinə yollar necə aparıb, bu haqqda məlumatları sizinlə bölüşəcəklər. Amma istəyirəm Cəbrayıl şəhəri haqqında olan məlumatı sizinlə paylaşım. Cəbrayıl şəhəri Kiçik Qafqazın cənub-şərqində Zəyən düzü ilə Qarabağ silsilələri arasında yerləşir. Bu şəhər cənubdan Araz çayı boyunca İran İslam Respublikası ilə sərhəddir. Cəbrayıl şəhərinin adı 8-ci əsrdə burada yaşamış Cəbrayıl atanın adı ilə bağlayırlar. Cəbrayıl ata buralarda olan Sultan Əhmədin çox yaxın qohum adamlarından biri olub və Araz çayı boyunca Ziyarət dağından olan bütün bu ərazilər Cəbrayıl atanın və onun yaxın qohumlarına aid olub. Təbii ki, Cəbrayıl kəndində yerləşən Cəbrayıl ata məqbərəsi də bunu bir daha sübut edir. Təbii ki, burada olan məqbərələr, mağaralar, məbədlər bu ərazidə olan yaşayışın daha qədimlərə gedib çıxdığını bir daha sübut edir. Çünki Cəbrayıl şəhəri Midiya dövlətinin, Əhəmənilər dövlətinin, Albaniya dövlətinin, Qaraqoyunlu, Ağqoyunlu və nəhayət 19-cu əsrdə Qarabağ xanlığının tərkibində olub. Bundan bir qədər sonra, təbii Rusiya imperiyası dövründə əvvəlcə Şuşa qəzasının, bir qədər sonra isə Yelizavetpol qəzasının tərkibinə salınıb. Çox təəssüflər olsun ki, 1993-cü il 23 avqust tarixində Cəbrayıl şəhəri Ermənistan ordusu tərəfindən işğal olunur və 30 il müddətində bu ərazilər sərhəd altında saxlanılır.
1994-cü ildə Azərbaycan ordusunun keçirdiyi Xoraliz əməliyyatı zamanı Cocuq Mərcanlı 2016-cı ilin aprel döyüşlərində isə Lələtəpə yüksəkliyi işğalçılardan azad olunur və nəhayət 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Azərbaycan ordusu Cənab Ali Baş Komandanın rəhbərliyi altında bütün bu əraziləri işğalçılardan azad edir. Cəbrayıl şəhəri isə 4 oktyabr 2020-ci ildə tamamilə işğalçılardan azad olunur. Bu mənim Cəbrayıl şəhəri haqqında sizə verdiyim ilkin fikirlər. İndi isə həmkarlarımla bir yerdə istəyirəm avtomobillər haqqında sizə bir məlumat verim və öyrənim. Onlara da maraqlıdır, avtomobillər özlərini yolda necə aparıblar. Tacəddin Usta, istəyirəm elə ilkin olaraq sənin fikrini alım. Yeri gəlmişkən Cəbrayıla xoş gəlmişsən. Salam əleykum, bir daha hər kəs salamlayıram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin inşallah. Demək, bu avtomobili biz həm idarə etdik, həm sərnişin qismində əyləşdik arxada. Hər ikisindən razıyam. Sürücü olaraq avtomobili idarə edərkən heç bir yorğunçuluq, heç bir narahatçılıqla qarşılaşmadıq. Sərnişin kimi də olaraq çox rahat gəldim. Çox rahat. Bəli, çox rahat. Yanacaq sərfiyyatı nə qədərdir? Çünki mənim bir nəfər həmkarımızla mərcim də var ki, ən az yanacağı hansı avtomobil işlədəcək. Mən elə gəlir ki, sərfiyyatı göstərəcək. Bəli, elə gəlir ki, siz əylənc mayəsini dəyişdirəcəksiniz. Elə get. Bəli, Elçin artıq sizin avtomobildə əylənc mayəsini dəyişəcək, siz udacaqsınız. Çünki sərfiyyat çox aşağı göstərir. Çox aşağı göstərir. Çox gözəl. Teymur bəy, sizin fikirlərinizi də alın. Səlyandan bura, Cəbrayıla qədər mən sürmüşəm. Yəni maşından çox razıyam. Sərfiyyəti hal-hazırda aşağı düşüb, yəni özümüz də nəzarət edirik sərfiyyətə. Sürücü qismində olaraq bir fikrimi bildirim ki, çox rahatdır mənim üçün. Hətta indi yolda gedərkən bizim həmkarlarımızla deməli zolaq tutması, zonaq tanıması, adaptiv cruise control, eyni zamanda nişan tanıması da var. Bəli, nişan tanımasını hamısını biz testdən keçirtmişik və əslində mənim çox xoşuma gəldi. Deməli mən zolaq tanımağa qoşdum, əlimi sükandan buraxdım, özü döngəni döndü, özü tanıtırdı, amma təbii olaraq ki, yəni bunu biz test üçün eləmişik, bunu heç bir məsləhət görmürük. Bir qısa bir məsafə olmuşdu, onu elədik. Və ümumilikdə avtomobildən götürsək, belə xarakteristika cəhətdən, yəni mən şəxsən razı qalmışam. Bir yanında oturarkən, misal üçün Elçin bəy sürürdü, yenə də razı qalmışdım. Nəyə görə? Çünki əsas da qabaq sürücü tərəfi çox rahat bir yerdir. Orada xüsusi ön sərnişini rahatlığı nəzərə alınır. Xüsusi bir altdan belə tutacağı var ki, ayağı rahat uzandıra bilsən, rahat istirahət edə bilərsən. Əsas da uzaq yollara bu çox vacib bir məqamdır. Elçin bəy, sizin də fikirləri alaq. Təbii ki, əyləc mayesi öz yerində. O 100% öz yerindədir. Özünüz də şahid oldunuz ki, əlbəttə, əlbəttə. Deməli, bu gəldiyimiz yolda da belə çox rahat yolu gəldik. Hətta o qədər rahat oldu ki, ön oturacaqda da Teymur demişəm, o ayaqlar tutana elə ayaqlarını belə qaldı, belə rahat şəkildə qoymuşdum. Elə yuxu tutdu, elə biraz da mürgülədi, biraz da istirahət elədi. Hər şey əla idi, hər şey qaydasında idi. Maşının istər funksionallıq cəhətdən, istər yol tutumu cəhətdən, istər uzaq yol cəhətdən yormur insanlar. Rahat maşındır, həqiqətən də tövsiyə edirəm, yaxşı maşındır. Zaten biz bu avtomobili test edərkən, danışarkən belə bizim komanda tərəfindən bu avtomobil müştərilərə və alıcılara məsləhət görülüb və etibarlı bir avtomobil olduğu məlumatı verilib. İstəyirəm ki, avtomobillərin əsl mütəxəssisi və bunun satışı ilə məşğul olan bizim baş satıcımız və menecerimiz Rasim bəy öz fikirlərini bildirsin. Rasim, avtomobillər gəldi bizi sağ-salamat Cəbrayıl şəhərinə çatdırdı. Təbii ki, yolumuz var, bizim gedəcəyimiz məntəqə qarşıda bizi gözləyir, amma sən razı qaldınmı? Açığı hamını salamlayıram. İlk növbədə vurğulayım ki, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, şəfa arzulayıram. İdarə etmə məqamında biz açığı bu maşınları uzun yol sürməmişdik. Elə özümə də çox maraqlı idi ki, bu avtomobil idarə etməsi necə olacaq, uzaq yolda komfortu necə olacaq. Çünki kifayət qədər təcrübə onu göstərir, maraqlı gəldi. Açığı fikirləşirəm ki, eyni iki dəfə də bu yol gedib qayıda bilərəm və heç bir narahatçılığım yoxdur. Komfortludur, sürətlidir, belə deyək. Manevr məsələləri çox yaxşıdır. Arxada oturdum sərnişin qismində, sürücü kimi oturdum. Yəni eyni zamanda da görürəm ki, yanımda oturan sərnişinlər də şumoizolyasiya məsələsi, səs effekti yaxşıdır. Yəni rahat, sərbəst, sakit tonla danışırıq. Yəni qışqırmağa ehtiyac yoxdur.
Bəli. Və eyni zamanda da elə bu komanda tərəfdarımız da hamısı baxıram ki, yəni özlərində bir gülüş var, rastlayınlar yaxşıdır, keyfləri yaxşıdır. Təbii ki, uzaq maşın- məsafə gəlmişik, yormursa, Maşın da rahatdır, komfort verir elə arxada oturan sərnişin üçün, qabaqda oturan sürücü üçün. Bu da. Yeri gəlmişkən, yoldaşlar onu da bildirim ki, bu Huge və Mage modellərinin ümumiyyətlə uzaq məsafəyə ilk testidir. Çünki şəhərdə kifayət qədər test etmişik, yoxlamışıq, hər tərəfli avtomobillərin texniki baxışdan belə keçirmişik, amma həqiqətən bizim komanda tərəfindən və Dongfeng komandası tərəfindən uzaq məsafəyə ilk dəfə olaraq əl-ələ verib işğaldan azad olunmuş torpaqlara səfərə gəlmişik və sağlıq olsun, qarşıda digər yerlərə də gedəcək, amma bunu ilk öncə demək istəmirəm. Getdiyimiz hər bir yerdən çəkiliş edib bu barədə sizə məlumat verəcəm. İndi isə istəyirəm yolumuza davam edək, çünki bizi tarixi bir abidə gözləyir. Hansı abidədir onu birazdan biləcəksiniz. Dumanın dağları başımda durdu, dumandan özüme bir xeymə qurdum. Dumanın dağları başımda durdu, dumandan özüme bir xeymə qurdum. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başımda dastana döndü, dastana döndü. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başımda dastana döndü, dastana döndü. Deyirlər bülbülə çəmən yaxşıdır, insan cıvana zalvətən yaxşıdır. Deyirlər bülbülə çəmən yaxşıdır, insan cıvana zalvətən yaxşıdır. Şair sorma vətən nədən yaxşıdır, adı gəncək könül dastana döndü, dastana döndü. Şair sorma nədən. Dostlar, deməli biz gəldik, Baxrayına çatdıq. Hal-hazırda bura yollar, yəni yolsuzluqdur, Nahamar yollar. nahamar yollar, bəli. Hacəttin usta, necədir maşın, necə özünü aparır? Bu yol üçün, bu gediş üçün, yəni saatda hardasa bir 30-la gedirik biz. Təbii ki, nahamar yollardır, amma ona baxmayaraq rahat gedirik. Bizim irəlidə də bir də onu da çəkək. İrəlidə görürsünüz, digər maşınımız gedir, Mage gedir irəlidə. Yəni məncə avtomobil özü çox gözəl, yəni askı sistemi özü çox gözəl. Gönüller celb eden bu hoş mənzərə şövqümü artırdı şeirə qəzələ. Gönüller celb eden bu hoş mənzərə. Dostlar, gəldik çıxdıq Cəbrayıl rayonunun Xudafərin şəhərinə. Nəyə görə Xudafərin şəhəri deyirəm? Çünki hal-hazırda biz sərhəd boyu zonadayıq. Bayaq da bildirmişdim ki, Cəbrayıl rayonu cənub şəhər hissəsindən Araz çayı boyunca İran İslam Respublikası ilə həmsərhəddir və bizim hal-hazırda dayandığımız yer Azərbaycanın, bizim Azərbaycanın biz tərəfin Xudafərin hissəsidir. Qarşı tərəfdə gördüyünüz bu mənzərə isə İran İslam Respublikasının hissəsində olan Azərbaycan Respublikasıdır. Və mən istəyirəm Xudafərin körpüləri haqqında qısa bir məlumat verim. Xudafərin körpüsü və yaxud körpüləri Azərbaycanı və Cənubi Azərbaycanı birləşdirən Azərbaycanın Cəbrayıl rayonu ilə İranın Xudafərin şəhəri arasında yerləşən Araz çayı üzərində salınmış iki körpüdür. Xudafərin körpüləri 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub. Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycanın memarlıq məktəbinin üslubu izlənilməkdədir. Körpüdən aralıda bir qədər də qıraqda bir körpü də var ki, bu körpü də Xudafərin adlanır. İkinci körpü 15 gözdən ibarət olub və 8-ci əsrdə Elxanilər dövründə inşa edilib və bizim bugünkü günümüzə cəmi 3 arkası gəlib çatmışdı. Bu Xudafərin körpüsünün uzunluğu 130 metr, eni 6 metr, hündürlüyü 12 metrdir. İkinci körpünün isə uzunluğu 200 metr, eni 4,5 metr, hündürlüyü 10 metrdir.
Və bu körpülərin ümumiyyətlə salınması və ərsəyə gəlməsi uzun bir müddət alıb və deyilənə görə bu körpülər hələ Elxanilər dövründən də əvvələ gedib çıxıb və Elxanilər hökumətində, dövlətində bu körpülər bərpa olunub və bayaq bildirdiyim ikinci körpü hansı ki dövrümüzə gəlib çatmış 3 aşırımı gəlib çatıb və həmən körpünü Sovetlər dönəmində Rusiya imperiyası və İran imperiyası arasında olan razılıq əsasında körpünün hər iki tərəfi Azərbaycanlı və Şimali Azərbaycan arasında olan əlaqələri pozmaq üçün dağıdılmışdı və o körpüdən yalnız günümüzə 3 aşırımı qalıb. Bəzi məlum olan səbəblərdən biz körpülərin yanına gedə bilmirik, amma sağlıq olsun yaxın zamanda biz Xudafərin körpülərindən yenidən sizin üçün həm görüntülər paylaşacağıq, həm də ora səfəri təşkil edəcəyik. İndi isə komanda üzvlərimizlə bir yerdə istəyirəm ki, Laçın şəhərinə yola düşək, oradan isə planımız Şuşa şəhərinə getməkdir. Yolçu yolda gərək özümüzdən müğayət olaq. Vətən yaxşıdır, adı gəlcə könül dastana döndü, dastana döndü. İşğaldan azad olunmuş ərazilərdir Rasim. Gördüyünüz bu evlər isə tamamilə işğalçılar tərəfindən dağıdılmış evlərdir və bundan qabaqki yürüşlərimizdə də mən hər dəfə bildirirəm ki, bu Böyük Mərcanlı kəndidir. Bu əraziləri 30 il işğal altında, ərazilər altında saxladığına görə bir mənası yoxdur bunları bu cür vəziyyətdə saxlamağa. Yəni sinələrinə döyüb deyirdilər ki, bu ərazilər bizimdir. Ərazisi sənin olan yeri niyə bugünə saxlayırsan, niyə bugünə qorursan fikir də adamda formalaşır. Və təbii ki, Rəşadlı ordumuzun və Cənab Ali Baş Komandanın səyi nəticəsində və burada keçirilən döyüşlər nəticəsində bu torpaqlar tamamilə işğalçılardan azad olunub. Təbii ki, bu cür evlər, dağıdılmış evlər, ərazilər qarşıda bizi çox görəcəyik. Təbii ki, yaxın gələcəkdə burada kütləvi dəyişikliklər və inkişaf prosesi də bizi gözləyir. Çünki qarşıda olan digər ərazilərdə kütləvi şəkildə rekonstruksiya işləri, yeni tikili işləri gedir və onlar da getdikcə çiçəklənir və böyüyürlər. Eyni zamanda bu ərazilər də həmən ərazilərdən biri olacaq. Ona görə mən bəzi yerlərə də gedib, orada da burada bir çox işlər etmək istəyirəm. Sırf bizim bu ərazilərin hansı vəziyyətdə olduğu və hansı günə qaldıqlarını da göstərmək lazımdır. Çünki bu müharibə nəticəsində bir daha dünya ictimaiyyətinə sorulur ki, bu ərazilər tamamilə bizə məxsusdur və biz bu əraziləri bir daha geçirdəcəyik. Adamın belə vahimə basır ki, 30 il ermənilərin bu döyüş texnikalarında görülmüşdür. Təbii, yəqin ki. Bu işləyicilər Yuxarı Mərcanlı kəndi.
Dostlar, bunlar artıq Azərbaycan dövləti tərəfindən işğaldan azad olunmuş ərazilərdə və burada köçürüləcək, köçkünlərə veriləcək evlərdir. Gördüyünüz kimi hamısı müasir üslubda, dizaynda və günəş panelləri ilə təchiz olunmuş şəkildə bura sakinlərinə təhvil veriləcək. Bura hal-hazırda bizim Cəbrayılın Hadrut istiqamətində hərəkət edirik. Təbii ki, bu ərazilərin hər birində kütləvi tikinti işləri gedir. Hal-hazırda özünüz də görürsünüz. Sağlıq olsun, bu ərazilərdə yaşayış bir daha bərpa olunacaq və biz bura artıq bu ərazilərdə istirahət etmək üçün gələcəyik və yüksək səviyyədə burada tikilən və burada hazırlanan evlər, otellər, istirahət zonaları bir daha Azərbaycan xalqına xidmət göstərəcək. Bir daha vurğulamaq istəyirəm ki, bu ərazilərdə hər biri Azərbaycan Rəşadlı Ordusunun və Cənub Ali Baş Komandanlığının komandanlığı altında işğalçılardan azad olunub və digər ərazilərimizdə olduğu kimi bu ərazilərdə də kütləvi rekonstruksiya işləri gedir. Özünüz də hal-hazırda görürsünüz, yüksək səviyyədə yenidən qurma işləri aparılır və yaxın gələcəkdə burada çox gözəl bir məkanlar, çox gözəl yaşayış zonası yenidən bərqərar olunacaq. Həmkarlarım haqqında istəyirəm bir qədər məlumat verim. Həmkarlarım hal-hazırda Rasim, Əliyar və təbii ki bizim videografımız Ramil bəydir. Rasim, sən Cəbrayılı necə təsəvvür edirdin və sənin hal-hazırda gördüyün nədir? Mən belə deyək, Qarabağ, uşaqlıqdan Qarabağ döyüşlərində həmişə belə deyək, işğal altında olmuş torpaqlarla işləmişik və heç vaxt, yəni belə 40 yaşa gəlib çatmışam, heç vaxt Qarabağ ərazisinə səyahət etməmişdim. Ümumiyyətlə olmamışdım. Səfərdə olmamışdım. Olmamışdım və mənim üçün indi danışıram, fikirlərim biz-bizdir. Yəni mən üçün bu o qədər belə necə deyim, yəni fərqli bir şeydir. Yəni mən başa düşürəm, anlayıram ki, burada ağır döyüşlər gedib, burada belə deyək, şəhid vermişik bu zonalarda, bu ərazilərdə. İndi amma baxıram ki, maşallah tikintilər gedir, şəhid gedir və böyük addımlarla irəliləyiş gedir. Çox, mənim üçün belə deyək də, tamamilə bir fərqli istərdir. Yenədir də Azərbaycan müxtəlif bölgələrində olmuşuq, amma bu Qarabağ zonası biraz belə deyək, özəl bir yerdir hamımız üçün. Çünki o tür biz onun həsrətində qalmışıq və hal-hazırda da belə sərbəst şəkildə rayonlarımızı gəzirik, Qarabağ rayonlarımızı gəzirik və çox əla hisslər keçirilir. Sevindirici haldır ki, Rasim, bu yolu sizinlə bir yerdə davam edirik və mən buradan bir daha Konflik Azərbaycan rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, bizimlə bu yola bir yerdə çıxdılar və işğal olunmuş ərazilərimizə, işğaldan azad olunmuş ərazilərimizə bir yerdə qədəm qoyuruq, burada çəkiliş aparırıq və yaxın gələcəkdə biz sağlıq olsun ən yeni modellərimizlə bura bir daha səfər edəcəyik və ən yeni modellərin təqdimatını da məhz burada keçirdəcəyik. Odur ki, gedəcəyimiz məsafəyə də çox az bir vaxt müddət qalıb, qısa zaman kəsiyində nəzərdə tutduğumuz yerə çataq və oradan bir daha sizlərə daha yeni bir məlumat vermək istəyirəm və eyni zamanda da oradan sonra hara gedəcək həmən çəkilişdən biləcəksiniz. Dostlar, belə unikal bir mənzərəni çəkməmək mümkün deyildi. Hal-hazırda Laçının Giləbird kəndindəyik və arxamda gördüyümüz göldə, Giləbird kəndinin gölündə su elektrik stansiyası da var. O qarşıdadır bir qədər. Amma bu cür mənzərəni istədim sizinlə də paylaşım. Təbiətin bu cür gözəlliyini siz də baxasınız, siz də valih olasınız ki, Azərbaycanın dilbar güşələrinin necə gözəl mənzərələri var.
alçadır, yarım ucadır. Yolu xalçadır, yarım xalçadır. Gülü qonçadır, yarım qonçadır. Gedən gözəlin gözəli eli gəncədir. Gedən gözəlin gözəli eli gəncədir. Bura arazdı, balam arazdı. Suyu da yazdı, balam da yazdı. Gəlin buz tutur, balam buz tutur. Nenime yazdı, nenime yazdı. Nenime yazdı, nenime yazdı. Bura vətəndir, gülür bitəndir. Əlim çatandı, ömrüm yetəndir. Bura vətəndir, bura vətəndir, bura vətəndir. Şuşadır, yarım Şuşadır. Gözəl Şuşadır, yarım Şuşadır. Üzmə gülünü, yarım gülünü. Gülü qoşadır, gözəl Şuşadır. Gülü qoşadır, gözəl Şuşadır. Komandamız düşür Qısa bulağına. Qısa bulağında su içək, komanda şəklində şəkli çəkdirək, xatirə kimi və istəyirəm buranın ecazkar gözəlliyini bir qədər də sizə göstərim. Baş əyərəm ey vətən, meşələrin çətirlidir, gül çiçəyin ətirlidir ey vətən. Ey vətən, dağlarına düşən şəhdən, çöllərinə əsən mehdən. Doya bilmirəm, doya bilmirəm ey vətən. Bir anamdan, bir də səndən, bu dünyada doya bilmirəm, doya bilmirəm ey vətən. Tarixlərdən adın ulu, ağ günlərin nəğmə dolu ey vətən. Sənin günəş məhəbbətin tükənməzdir, sədaqətin ey vətən. Ey vətən, dağlarına düşən şəhdən, çöllərinə əsən mehdən. Doya bilmirəm, doya bilmirəm ey vətən. Bir anamdan, bir də səndən,
Beləliklə çıxdıq Şuşa şəhərinə. Hal-hazırda Gövhər Ağa məscidinin qarşısındayıq. Gözlə bir dəqiqə. Və unikal memarlıq abidəsi olan Gövhər Ağa məscidi yenidən Azərbaycan Respublikası tərəfindən tam təmir olunur və izləyicilərin və ona yanına gələn qonaqların tam istifadəsinə verilir. Eyni zamanda avtomobillərimiz tam sağlam şəkildə, heç bir problem olmadan gətirib bizi Şuşa şəhərinə çıxartdılar. İndi gedirik Bülbülün ev muzeyinə. İstəyirik Bülbülün ev muzeyində ziyarət edək. Sonra isə Şuşa qalasının yanında xırda bir tanıtımımız olacaq və ondan sonra da gedəcəyik Xankəndiyə. Dostlar salam, hər vaxtınız xeyir olsun. Gəldik Şuşa şəhərinə çıxdıq. Missiyamız əsasən Cəbrayıl şəhərinə gəlmək, Cəbrayıldan Laçına, oradan da Şuşaya gəlmək idi və sonuncu gediş məntəqəmiz Xankəndi şəhəridir ki, sağlıq olsun, Şuşadan da çıxıb birbaşa Xankəndiyə gedəcəyik. Bu missiyamızın ərsəyə gəlməsinə bizə Dongfeng Azərbaycan rəhbərliyi tam olaraq dəstək və köməklik göstərdi. Avtomobili bizə təklif etdilər. Komanda yoldaşlarımız avtomobili tam yüksək səviyyədə test edə bildilər. Onu da bildirmək istəyirəm ki, zaten siz çəkilişdə də görəcəksiniz. Biz elə bir yollardan gəldik və Hyundai eyni zamanda Mage modellərinin yalnız şəhər crossover olduğu mifi yoxdur. Avtomobillər tam olaraq özlərini yolsuzluq şəraitində də ideal şəkildə göstərdilər və tam sağlam şəkildə biz Cəbrayıldan Şuşaya gəlib çıxa bildik. Missiyamızda Cəbrayıl, Xudafərin şəhəri, oradan Laçın və eyni zamanda da Şuşa şəhəri idi və indi Xankəndiyə gedirik. Xankəndindən də kiçik bir çəkiliş edəcəyik, məlumat verəcəyik və yekun fikrimizi, avtomobillər haqqında olan yekun fikrimizi orada sizə bildirmək olacaq. Təbii ki, bunu mənim komanda yoldaşlarım edəcək və mən istəyirəm avtomobillərə yaxınlaşım. Gedək avtomobillərə yaxınlaşaq. Dostlar, komanda yoldaşlarımızla bir yerdə gedirik Xankəndiyə. İstəyirəm Rasimlə bir yerdə günün yekunu barədə öz fikirlərimizi bölüşüm. Rasim, səfərimiz baş tutdu. Kifayət qədər də fikrimcə uğurlu baş tutdu. Möhtəşəm keçdi. Açığı, belə deyək də, plan üzrə bizdə biraz başqa cür idi, amma yekun nəticə etibarıyla demək olar ki, bütün Qarabağı gəzdik, bütün yollarda olduq, asfalt yollarda da olduq, yolsuzluqda da olduq, qruntavoy yolda da olduq. Maşın haqqında nə deyə bilərəm ilk növbədə? Sürdüyüm Mage'dir, möhtəşəm, çox yaxşı. Yəni, mən açığı, belə deyək də, asfalt örtüylü avtomobil üçün, yəni, parketnik deyək də, lor dilində. Parketnik üçün, yəni, bunun qruntavoy yolda özünü aparma qaydası, yəni akustik komfort, sərnişinlərin komfortu çox yaxşı. Kifayət qədər məsafə sürmüşəm, ümumiyyətlə, yəni yorğunluq barədə heç bir fikir yoxdur, yəni yüngüldür, rahatdır sürməyə, narahatçılıq yaratmır, hər şey belə əladır. Əla. Kiçik bir fasilə verək və çəkilişimizə yenidən davam edərik.
bir fasilə verdik dostlar. Xankəndiyə gedirik. Sənədlərin yoxlaması prosesi baş tutduğu üçün çəkilişi saxladıq. Rasim, mən də öz fikrimi bildirmək istəyirəm ki, kifayət qədər çox uzun bir məsafə qət elədik. Səhər saat 4-də Bakıdan çıxdıq. Artıq saat 7-dir. Biz Xankəndidəyik və sağlıq olsun, Xankəndini də ziyarət edib buradan qayıdacağıq Bakıya. İnşallah. Olduq Cəbrayılda. Cəbrayılda getdik Xudafərin kəndinə. Oradan getdik Zəngəzur, Zəngilana da inşallah gedərik. Zəngilana getdik, oradan Laçına. Laçın yolunda demək olar ki, əsl yolsuzluq şəraiti idi və avtomobillər bizi nəinki darda qoydular, əksinə mən heç özüm belə bu avtomobillərdən o cür yolsuzluq şəraitini gözləmirdim ki, tam olaraq özlərini əsl off-road avtomobil kimi göstərdilər. Bu reallıqdır və o cür nahamar yollarda heç bir diskomfort yaşanmadı. Sərfiyyata gəlincə isə bunu bir daha vurğulamaq istəyirəm. Çünki biz biraz bundan qabaq sırf sərfiyyatımızı bilməkdən ötürü və tam rahat şəkildə Bakıya qayıtmaqdan ötürü yenidən yanacaq doldurma məntəqəsinə getdik və bizim avtomobilimiz səhərdən saydığımız yerləri ziyarət etməklə Şuşa şəhərinə çatmağa qədər cəmi 34 litr yanacaq sərf etmişdi. Qarşıdakı avtomobil isə 36 deyəsən yəni. 36 litr. Nəzərə alaq ki, belə deyək, nəzərə alaq ki, sürdüyümüz birincisi belə deyək, Podiumudur, yəni belə deyək. Yolsuzluq avtomobilidir. Yolsuzluq şəraitidir. Yolsuzluq şəraiti bir. İkinci məsələ nədir? Yəni biz daima yüksəkliyə qalxırdıq. Yəni belə deyək. Bir var ki, məsələn, düz yolda, hamar yolda sürəsən, məsəl üçün yanacaq sərfiyyatını bilmək üçün biz yüksəkliyə qalxırdıq, aşağı düşürdük, sürətlənirdik. Yəni bütün rejimlərdə sürürdük və bəli, aqressiv də sürdük, yoxlanış üçün belə deyək. Dinamik də sürdük, eko rejimdə də, bütün rejimləri test etdik avtomobildə. Bəli, bütün rejimlərdə sürdükdə artıq bəlli olur ki, yanacaq sərfiyyatı 6 litrdən də aşağı düşür. Fikrimcə artıq biz tam güvənli şəkildə, zaten güvənli bildirirdik və buna qədər biz avtomobilləri, bayaq da dedim ki, yalnız şəhər rejimində biz test etmişdik. Amma bugün bu avtomobillərin bu cür şəkildə test olunması bir daha bizə zəmin yaradır ki, bütün müştərilərə və bütün izləyicilərimizə tam şəkildə və güvənli şəkildə bildirə bilərik ki, bəli, Dongfeng modelləri istər yüc olsun, istər meyc olsun, tam sağlam şəkildə istənilən vəziyyətdən çıxarda da bilərlər, uzaq məsafələrə fikirləşmədən də çıxa bilərsiniz. Bu mənim şəxsi fikrimdir. Bizim Xankəndidə kiçik bir çəkilişimiz qalıb, tam komanda heyəti öz yekun fikrini də birazdan sizə bildirəcək. Və dostlar, budur. Gəldik, çıxdıq Xankəndiyə, Xankəndindəyik. Bizim bugünkü səfərimiz tam olaraq missiyası yekunlaşdı. Bugün səhər çıxdıq saat 4-də Bakıdan gəldik. Deməli, Cəbrayıl şəhərinə, Cəbrayıl şəhərindən Xudafərinə, oradan Zəngilandan sonra Qubadlı, Laçın, Şuşa və yekunda da çəkilişimizi yekunlaşdırırıq tam olaraq Xankəndi şəhərində. Təbii ki, uzaq bir məsafə qət etmişik və istəyirəm həmkarlarım öz fikirlərini bildirsinlər ki, tam olaraq uzaq məsafəyə bu avtomobillərlə çıxmaq olar ya yox. Zəhmət olmasa yaxınlaşın, hörmətli həmkarlar. Elçin bəy, Tacəddin bəy və Teymur. Buyurun. Nə fikirləşirsiniz? Avtomobili uzaq məsafəyə sürmək olarmı? Əslində gözəl avtomobilidir. İlk öncə Dongfeng Azərbaycana öz təşəkkürümüzü bildiririk gözəl təşkilatçılığa görə. Avtomobillər çox rahat avtomobildir, uzaq yoldur, istər yolsuzluq şəraitində idarə elədik, həm hər cür şəraitdə yoxladıq bu avtomobili, istər komfortu, istər gedişi. Yolda heç bir narahatçılıq hiss etmədik. Yəni yanacaq sərfiyyatı da çox gözəldir. Yəni bir sözlə mən hər şeylə razıyam. Tacəddin usta, bəs sən? Mən də həmkarımın dediyinə qoşuluram. Bu avtomobildə düzdür, vuruldum bu avtomobilə. Əsasən bunun askı sisteminə vuruldum mən. O yolsuzluq şəraitindəki şəxsin özü göndərilmədim.
İçinə heç bir səs gəlmədi. Askı sistemi çox gözəldir, rahatdır. Zaten bunu siz bir dəfədə biz bunu texniki parametrlərini izah edəndə bunu bir daha vurğulamışdınız ki, Orada servis şəraitində baxmışdım, ondan Bəli. söyləmişdim. Askı sisteminə. Amma bu dəfə onu yolsuzluq şəraitində şəxsən özüm elədim. Gördüyümlə sürdüyüm üst-üstə düşdü. əla. Sözümün üstündə dayanıram. Həqiqətən çox gözəl askı sistemi var avtomobildə. Teymur, bəs sən? İlk olaraq mən həmkarlarım sözlərinə qoşulmaq istəyirəm. Dongfeng nümayəndəsinə Rasim bəyə təşəkkürlər bildiririk bu gözəl yürüyüşə görə. Əslində biz bu günlərim bəlkə də belə hesab edirik ki, az bir yerləri gəzmişik, amma biz bayaqdan saydıq, artıq təxminən bir 11 dənə rayon, kənd yəni gəzdik. Bu böyük bir gəzinti idi. Dongfeng ailəsi ilə, öz ailəmizlə və ən gözəli mən belə bir şey vurğulayardım ki, bəlkə də bu mənim üçün ən gözəl ad günlərdən biri idi. Yəni Təbii. bunu ilk olaraq sizi kollektivə görə təşəkkür bildirmək istəyirəm ki, bu cür gözəl ad günümü keçirdə bildim sizinlə birlikdə. Biz sənə təşəkkür edirik ki, öz ad günündə bizi qırmadın və bu cür uzaq məsafəyə bizimlə bir yerdə yol yoldaşı oldun. Çox sağ olun, təşəkkür edirəm. Qaldı ki, maşınla bağlı yolda biz həmkarlarımızla dəyişirdik. Bəzi yollarda mən sürdüm, bəzi yollarda Tacəddin usta sürdü, Elçin usta sürdü. Açığını deyim, mən avtomobildən o ki biz Xudafərin yolsuzluğuna girəndə mən də bildim ki, avtomobildə oradan yəni performans gözləməyək. Yəni səs-küy çox olacaq, amma biz gözlənilməyən bir şey oldu ki, yəni həqiqətən çox razı qaldıq o avtomobildən. Nəinki Xudafərin yolda, hətta Laçının yolsuzluğunda belə Bəli, Laçında avtomobil yolsuzluq- özünü tam ideal şəkildə göstərdi hər ikisi. Laçının, Şuşanın, Xankəndin yollarında avtomobil yolsuzluqda özünü çox yaxşı göstərdi və komfort göstərdi. Bu əslində böyük bir göstərici sürücü üçün. Nəyə görə? Çünki sürücü adətən avtomobili idarə edərkən və yaxud alarkən o planlaşdırır ki, tək şəhər ətrafı yox, şəhər Xaricinə də getsin, bəli. Rayonlara və digər yerlərə. Ona görə də bu avtomobili mənim fikrimcə almaq istəyən adam tam etibarla ala bilər. Yanacaq məsələsini də inşallah ona özün qaydarsan. Bəli, yanacaq məsələsini bir daha vurğulamaq istəyirəm. Biz zaten yolda gələndə Rasim bəylə günün yekununa dair bir fikir bölüşdük və orada bir daha vurğulamaq istəyirəm ki, bizim avtomobil sizin avtomobildən, 100 modelindən daha az benzin sərfiyyatı oldu. Biz cəmi 34 litr benzinlə bura çatmışdıq. Bura deyəndə ki, Şuşa şəhərinə çatmışdıq. Sizin 100 modeli isə 36 litrlə Şuşa şəhərinə çatdı. 2 litr fərq verir. 2 litrdə qardaş 2 litrdir də. Yəni yekunda Elçin usta mənim avtomobilimin əyləc mayesini dəyişəcək. Bu da mənim üçün bir plusdur. Növbəti dəfə Tacəddin usta ilə də bir mərcə girəcəm, amma ona ehtiyatlı girmək lazımdır. Tacəddin usta ilə hansı bir mərcə udacam, ona elə fikirləşə bilmirəm. Onu ayrıca Tacəddin usta ilə bir məşvərət edərik. Yekun olaraq Rasim bəy, istəyirəm sənə də minnətdarlığımı bildirim. Dongfeng Azərbaycanın nümayəndəsi kimi ki, bu cür yolsuzluq şəraitində və bu cür uzaq məsafəyə razılıq verdiniz bizə gəlməyə. Bizi qırmadınız. Hər bir təşkilatçılıq işlə öz boynunuza da götürdünüz və bu cür uzaq məsafəli yollara çıxmaq həqiqətən riskli işlərdir. Gəlin qəbul edək ki, heç bir digər avtoblogerlərmi deyim, mən buradan kiməsə söz göndərmirəm. Sadəcə olaraq fikrimi bildirirəm ki, yəni avtomobili test edən şəxslər uzaq məsafəyə girməyə risk eləmirlər. Nəyə görə? Çünki avtomobillərinə güvənmirlər, çıxacağı avtomobilə güvənmirlər. Ancaq Dongfeng rəhbərliyi də Dongfeng modellərinə tam olaraq güvəndi və bu cür uzaq məsafəyə çıxmağa bizə həm razılıq verdilər, həm də bizdən yol yoldaşı oldular. Rasim bəy, yekun olaraq sən də istəyirəm, öz sözünü bildir və artıq üzü Bakıya gedək. İnşallah. İlk növbədə bizim komandamıza təşəkkür edirəm. Əslində mənim üçün elə maraqlı idi nə, ustaların fikri maraqlı idi. Çünki adətən belə deyək də, sürücü olaraq usta həm sürücü biraz daha başqa yanaşma olur. Təbii. Avtomobilə. Yəni standart qaydada bəlkə də adi sürücü o ustanın gördüyü məqamları görmür. Tacəddin usta da, qardaşımız da, İlçin usta da, ikisi də sürdülər və mən gördüm ki, reallıqda yəni usta razıdır. Təbii. Əgər usta razıdırsa avtomobildən, bu biziz bilinməyə görə bu üstün cəhətdir. Yəni çox adamlarda Çin istehsal avtomobildə skeptik yanaşma var. Bəli. Ay yolsuzluqda özünü pis aparır, səs-küylüdür. Dongfeng bütün bu məsələlərə son qoydu və Təbii. Sübut elədi ki, yəni Çin avtomobili olaraq yəni böyük gücə malikdir
yüksək keyfiyyətə malikdir, yüksək komforta malikdir və böyük ən əsas nədir? Çox qənaətli avtomobillərdir. İstəyir Mej olsun, istəyir Huge olsun. Əlbəttə sizə böyük təşəkkür bildirirəm. Çox sağ olun. Əslində bu cürə belə deyək də, proyekti ərsəyə gətirmək, rayonları bir-bir gəzmək balaca bir iş deyil, o böyük bir əziyyətdir. Bizim elə bu kamera çəkən qardaşımıza da təşəkkür edirəm. Ramin bəyə xüsusi təşəkkürlər, çünki əziyyəti çox olub. Raminə ayrıca olaraq minnətdarlığımızı bildiririk. Bəli, özü də force major vəziyyətlərində çəkilişlər edib. Mən ona ayrıca minnətdarlığımı bildirirəm ki, bizim gedişatımızı biz öz gözümüzlə görürük, amma Raminin çəkdiyini hamı görür və Raminə də ayrıca olaraq komandamızın adından xüsusi minnətdarlığımı bildirirəm. İnşallah yekun nöqtəni qoyacaq Bakıda, salonun qabağında. Bakıda görüşənədək. İnşallah. İnşallah. Yol deyil, yolçu yolda gərək. Dostlar, gecəniz xeyir olsun. Gecə saat 3-dür, gəldik çatdıq Bakıya. Şükürlər olsun, hər şey qaydasında, hər şey normal. Uzaq bir məsafə, uzaq bir yürüşdən gəldik. Dediyimiz kimi 7 rayonda olduq. Dongfeng Azərbaycanla bir yerdə böyük bir məsafə qət elədik və hal-hazırda avtomobillər də biz də sağ-salamat gəlib Bakıya çatmışıq. İstəyirəm bir daha Dongfeng Azərbaycan rəhbərliyinə öz minnətdarlığımı bildirim ki, bu cür yürüyüşü bizə təşkil etdi və nəzərimizə tutduğumuz səyahəti və səfəri eyni zamanda test yürüyüşünü bizim üçün təşkil edə bildi. Rasim bəy, bir daha sizə minnətdaram Dongfeng rəhbərliyi nümayəndəsi kimi və avtomobilləri test edərkən də bir daha əmin olduq ki, Dongfeng modelləri nəinki şəhər rejimində, eyni zamanda yolsuzluq rejimində də özünü tam olaraq yüksək səviyyədə göstərə bilirlər. Başqa heç nə. Olan odur, reallıq da odur. Reallıq göstərdi, maşınlar öz keyfiyyətini göstərdi. Sürücülər üzləri gülür, deməli problem olmayıb, hər şey qaydasındadır. Böyük bir iş gördük, bircə komanda bölgəsində. Şadam ki, sizinlə getdim, bütün Qarabağı gəzdik, gəldik. Heç nə, hamıya uğurlar, uşaqlar, təşəkkürlə hamımıza. Nə deyim valla, şüzə avadanlıq.
Mən də sizə təşəkkür edirəm. Yoldaşlar, hər birinizə minnətdaram ki, uzaq məsafəni problemsiz, təhlükəsiz və tam sağlam şəkildə həyata keçirə bildik. Özünüzdən müğayət olun, çalışın yol hərəkəti qaydalarını pozmayın ki, cərimələnməyəsiniz. Bizi də izləməkdə davam edin ki, yaxın zamanlarda Yoldasan komandası daha bir yola səfər edəcək.